vardır. Yəni, Əhl-i-Sünnə və Cəmaət sıratı isbat edilir. Hansı ki, o sırat ki, Quran və pək sünnədə zikri varid olubdur, yəni. Onu etiqad edirlər. Quran dəlillərindən Allah Taala'nın sözü ki, "Və in minkum illə variduha kana ala rabbika hatman maqdiyya." Sizdən hər biriniz ora varid olacaqsınız. Yəni burada söhbət cəhənnəmdən gedir, yəni. Hər biriniz varid olacaqsınız. Bu sənin Rəbbinin üzərinə, yəni Allah Taala özünə dəqiq vacib elədiyi bir qəzadır bu. Qəzadır. Məryəm surəsi 71-ci ayə. Vurud, buradakı vurud belə təfsir olunmuşdur. Sıratın üzərindən, qoyulan sıratın üzərindən keçmək kimi təfsir olunmuşdur. Yəni həmin o sırat cəhənnəm üzərində qurulur və oradan yaradılmışlar əməllərinin miqdarına görə keçirlər. Əməllərinin miqdarına görə. Pak sünnədən gələn hədislər çoxdur. Onlardan deyir, sabit olan, Əbu Hüreyra radiyallahu anhudan sabit olan birini deyir, zikr edəcəm, Şeyx Zeyd deyir. Əbu Hüreyra radiyallahu anh deyir ki, İnnən nəsə qalu ya Rasulallah. İnsanlar dedilər ki, ey Allahın Rasulü, həl nərə Rabbənə yevməl qiyamə, Rəbbimizi qiyamət günü görəcəkmi? Sual verirlər. O da deyir ki, sallallahu aleyhi ve sellem, həl tumarunə fil qamari leylətə bədir. Ay ki, bədirlənir ha, ayın 13, 14, 15-i, ay bütöv olanda. Həmin gecədə onu görməkdə çətinlik çəkirsiniz bir-birinizə, yəni bir-birinizə mane olursunuz. Hansı ki, heç bir hicab yoxdur. Yəni, bulut heç nə yoxdur da. Onlar deyirlər ki, ey Allahın Rasulü, xeyr, ey Allahın Rasulü. Və yenə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bulutsuz vaxtı günəşi görməkdə çətinlik çəkirsiniz, bir-birinizə maneçilik törədirsiniz. Onlar deyirlər ki, xeyr. Deyir ki, fəinnəkum təravnə kəzəlik. Təravnəhu kəzəlik. Beləliklə siz onu, yəni Allahı belə görəcəksiniz. Burada görməyə bənzədir, amma məxluqu yaradana yox. Məxluqu görməyə. Yəni ki, nə tər rahat görürsənsə onları, Allah subhanahu ta'ala da görəcəksən. Yəni. İnsanlar qiyamət günü həşr olunacaqlar. Fəyəqul mən kənə ya'budu şeyən fəlyətbə. Və deyir ki, kim nəyə ibadət edirdirsə də qoy ona tabi olsun. Onlardan bəzisi günəşə tabi olacaq. Çünki günəşə ibadət edənlər və sabilər var idi. Bəzisi aya tabi olacaqlar, aya ibadət edənlər var idi. Bəzisi tağutlara tabi olacaq. Tağutlar çoxdur, başları 5 dənədir. Ən başları şeytandır. Qeyb elmi iddia edəndir. Allahdan qeyri ibadət olunur, amma ondan da razıdır. Və insanları özünə ibadətə çağıran kəsdir. Allahın hökm verməyən kəsdir. Təbii ki, o təfsilatı var da bunların. Çoxdur tağutlar. Yəni tağuta tabi olanlar. Və bu ümmətdən və təbqa həzir ümmətu fiyhə münafiquhə. Bu ümmətin münafiqləri qalacaqdır orada. Fəyətihumullahu. Allah təala onları gətirəcək və deyir: mən sizin Rəbbinizəm. Fəyətihumullah, yəni Allah təala onlara gələcəkdir. Onların yanına gələcək və deyəcək: mən sizin Rəbbinizəm. Onlar deyəcəklər ki: hədə məkanuna həttə yətiyənə Rabbuna. Bu bizim məkanımızdır, hətta bizim Rəbbimiz gələnə kimi. Və izə cə Rabbuna arafnahu. Rəbbimiz gəlsə biz onu tanıyacağıq. Allah təala onların yanına onlara gələcəkdir və deyir: mən sizin Rəbbinizəm. Onlar deyəcəklər ki, sən bizim Rəbbimizsən. Fəyəd'uhum fətudrabul as-siratu beynə zahri cəhənnəm. Və onlar fəyəd'uhum, onları çağırırlar, cəhənnəmin üzərində həmin sırat qurulur. Həmin münafiqlər də gəlirdi. Ora müsəlman kimdir axı zahirdə münafiqlər də? Onlar da gəlir. Bu ümmətin içində münafiqlər də gəlir. Və cəhənnəm qurulur sıratın üzərində. Fəəkunə əvvələ mən yəcuzu minər rusuli bi ümmetihi. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ümmətimlə rəsullardan ən birincisi mən olacağım. Ümmətimlə onun üzərindən keçən. O birisi rəsullardan öncə Rasulullah sallallahu aleyhi ve sellem öz ümmətinlə onun üstündən keçəcək. Həmin günüsü rəsullardan başqa heç kim danışmayacaqdır. Həmin günüsü yalnız onlar danışacaq. Rəsulların sözü də həmin günüsü nə olacaqdır? Allahümmə səllim səllim yaz.
o qədər şiddətli olacaqdır ki, salamatlıq istəyəcəklər Allah Taala'dan. Və fi cəhənnəmə kələlib. Cəhənnəmdə belə qarmaqlar var, belə deyim, biləsiniz. Kələlib, yəni qarmaq kimidir belə. İnsanı belə xatf edir, götürür. Bilirsiniz də nədir? Belə çəliyin zadın başında olur belə. Eləncə bir qarmaqlar deyək də. Nəyə oxşur deyir? Şəvq-i Sa'dən. Şəvq-i Sa'dən səhrada bitir. Qəribə bir dənə tikanlı bir dənə şeydir belə. Çox dəhşətli tikanlı bir şeydir yəni. Deyir, siz görübsünüz onu, Peyğəmbər salsam sual verir onlara, o səhrada zadda olur. Onlar deyirlər, bəli, görmüşük. Deyir ki, fəinnəhə mislu şəvq-i Sa'dən. Sa'dən tikanı kimidir o. Çoxdur tikanlar bu insanı belə girəndə bütün ağzıdır insanı. Amma onun cəhənnəmdəki olan o kələlibi, əzəmətini, həcmini, miqdarını Allahdan başqa heç kim bilmir. O nə boydadır, onu bilmirik. Sadəcə Peyğəmbər sallallahu ona deyir ki, səhrada gördüyünüz şey məfhum olaraq yaxınlaşdırır ki, insanlar dərk eləsinlər. Yəni insanları əməllərinə görə həmin o qarmaq deyək də ki, başa düşəsiniz, nə edir? O tikanlı şey insanları çəkir. İnsanları çəkir. Onlardan bəzisi əməllərindən həlak olur, əməlinlə həlak olur, əməlinə görə həlak olur. Və bəziləri xardal, belə deyək, buğda qədər olur, sonra nicat tapır oradan, az bir, yəni toxunur ona. Hətta izə aradallahu rəhmətə mən arada min əhlinnar, hətta Allah Taala cəhənnəm əhlindən kimə rəhmət istəyərsə də, mələklərə əmr eləyər ki, onları oradan çıxartsınlar. Kim ki Allaha ibadət edirdi, onu oradan çıxartsınlar. Yəni, az toxunar yəni. Onlar oradan çıxarlar və səcdə əsərlərindən, səcdə izlərindən tanınırlar onlar. Onları səcdə izlərindən tanıyırlar. Allah Subhanahu taala cəhənnəmə haram edibdi səcdə izlərini yandırmağı. Yəni kimlər ki namaz qılır, 7 əza üzərində səcdə edirlər, cəhənnəm o görə hətta insan günahına görə cəhənnəmə düşsə, tövhid əhlindən söhbət gedir. Həmin yerlər yanmır. Üzdür, insanın əlləridir, dizləridir, barmaqlarıdır, 7 əza üzərində səcdə olunan yerdir. Ora cəhənnəm onu dəymir. Günahkar tövhid əhli düşsə belə. Hər bir Adəm evladını cəhənnəm odu yiyəcəkdir, yalnız səcdə izlərindən başqa. Onlar cəhənnəmdən çıxacaqlar, tam yandıqdan sonra onlara həyat suyu töküləcək üzərinə və onlar yerdən selin gətirdiyi bir bitki kimi bitəcəklər. Sel özündən gəndə toxumzad gətirir, sonra o yerdən düzərir, çıxır. Onun kimi onlar düzələcəklər. Sonra Allah Subhanahu taala qulları arasında nə edəcəkdir? Həmin o qada hökmü verəcəkdir. Və bir kişi cənnətlə və cəhənnəm arasında olacaqdır. Yəni o sinifdir də, bir kişi, hər hansı bir kişi, yəni ki o sinifdən olan kişilər. Bir kişi cənnətlə cəhənnəm arasında olacaqdır. Ən axırıncı cənnətə girən cəhənnəm əhlinin ən axırıncı çıxıb cənnətə daxil olanıdır. Bir kişi olur. O üzü cəhənnəmə tərəf olur. Muqbil bi vəcih qibəlin-nar. Üzü cəhənnəm tərəf olur. Deyir ki, ey Rəbbim, mənim üzümü cəhənnəmdən çevir girən. Yəni üzü cəhənnəmə baxır, arxası cənnət tərəfədir. Artıq deyir, bu məni deyir, bunun istisi, iyisi məni neynədi? Fəsad elədi. İyisindən belə dözə bilmir də. Məni yandırdı. Onun o istiliyi, şiddətli istiliyi. Allah Teala nə deyir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Həl asaytə in fu'iltə zəlik?" Yəni sən bununla kifayətlənəcəksən, yəni əgər belə eləsəm, bundan başqa heç istəməyəcəksən? Sual verir. O da deyir ki, sənin izzətin and olsun ki, yox, istəməyəcəm. Allah Subhanahu taala o istədiyi, o əhdinlə, onun o misaq götürdüyü əhdlə, vədinlə nə edir? Ona verir onu. Onun üzünü cəhənnəmdən çevirir və izə əqbələ bihi ələl-cənnə, o vaxt ki, cənnətə özü çevrilir, oradakı cənnəti görür, bağçanı görür,
bir müddət susduqdan sonra deyir ki, ey Rəbbim, məni cənnətin qapısına yaxınlaşdır. Bayaqdan vəd vermişdi. İnsan qəribədir. Allah Teala deyir ki, "Əleysə qad a'teytel bayaqda ki, u'teytel uhudə vəl misaq." A'teytələ. Sən deyir, əhd və misaq vermədinmi ki, sən bundan başqa heç nə istəməyəcəksən? O da deyir ki, ey Rəbbim, mən sənin yaratdıqlarının ən bədbəxt olmaq istəmirəm də. O da deyir, Allah Teala deyir ki, yaxşı onu eləsəm, ondan başqa heç nə istəməyəcəksən, cənnətin qapısının ağzına git. O da deyir ki, sənin izzətin and olsun, and içir. Ondan başqasını istəməyəcəm. Onun Rəbbi ondan götürdüyü o əhdə görə, o misaqa görə onu verir. Onu cənnətin qapısının ağzına yaxınlaşdırır. Cənnətin qapısının ağzına yaxınlaşdıqda və fəraa zəhrətəhə, cənnətin güllərini görür. Və orada olan o xoşbəxtçiliyi, o parıltılığı görür və bir müddət Allah Teala istədiyi qədər bu susur, sakit durur və deyir, ey Rəbbi, məni cənnətə daxil elə. Allah Teala deyir ki, ona ki, vay hək, ya ibn Ədəm, ey Ədəm oğlu, vay olsun sən. Sən nə Allah, mə əqdərək, nə Allahdır səni? Əleysə qad a'teytə əhdə vəl misaq, əhdlə misaq vermədinmi? İkisi bir mənanı daşıyır, yəni. Ki, sən bundan başqa heç nə verilsə, heç nə istəməyəcəksən. O da deyir ki, ey Rəbbim, məni yaratdıqlarının ən bədbəxt etməklə, bayaqdan olmaq istəmirdim, də etməklə deyir məni. Allah Subhanahu taala gülür, demək Allah Taala'nın gülmə sifəti var. Ona layiq olan şəkildədir. Keyfiyyətini bilmirik, amma var. Thumma ya'zanu lahu fi dukhul cənnət. So icazə verir cənnətə daxil olmağa. Ona deyir ki, Allah Taala təmənni, arzula. Nə istəyirsən, istə yenə. O da arzuluyur, hətta müəyyən bir yerdə dayanır. Müəyyən bir məsələ. Allah Taala ona xatırladır, arzula. Ona xatırladır, nə ki bilmirdi. O müəyyən yerdə dayanıb da insan qəli. Deyir, xatırladır ki, onu istəsin, əlavə istəsin. Allah Taala deyir ki, ləkə zəlik və misluhu ma'hu. İstədiyin və onun mislində də Allah Taala ona verir. Nə istəyirsə də və onun mislində verir. Bu rivayətdə belə ki, hədis Buxaridə və Müslimdədir. Başqa hədisdə Əbu Səid el-Xudridən gələn hədisdə radiyallahu anhu deyir ki, eşitdim ki, Allahın Resulü sallallahu əleyhi və səlləm deyir ki, sırat cəhənnəm zahrayn arasında qoyulacaqdır. Yəni cəhənnəmdir, onun üzərində sırat qoyulur. Sırat körpüsü qoyulur. Aleyhi həsəqus sa'dən thumma yestəcizun nəsu. Yəni onun üzərində, bu sa'dən bildiniz də o tikanlı bir şeydir ki, onun üzərində olacaqdır. Thumma yestəcizun nəsu fənəcin musəlləmun məxtuşun bihi thumma nəcin və muhtəbəsun və mənkusun fiyhə fəizə fərəallahu minəl qaday beynəl əbəd yəfqidul müminə. Demək, orada kim ki insanlara icazə veriləcəkdir oradan keçməyə, kim ki nicat tapdı, o salamat oldu. Fənəcin, nicat tapan, salamat olandır. Məxtuş bihi. Thumma nəcin və muhtəbəsun. Demək, nicat tapır, amma saxlanılır. Yavaş gedir. Və mənkusun fiyhə. Nə kəs, yəni üzü çevrilən olur orada. Cəhənnəmə düşən olur, yəni. Çirpin keçməsində orada düşmək. Allah Subhanahu taala qullar arasında keçənlər olur və düşənlər olur, belə deyil. Qullar arasında hökm verəndə möminlərdən bir kişi olur və onlarla dünyada olan kişiləri axtarırlar. Hökm veriləndən sonra axtarırlar. Hansı ki, onlarla bir yerdə namaz qılırdı, onlarla bir yerdə zəkat verirdi, onlar oruç tuturdular, onlar həcc edirdilər, bu kəsləri axtarırlar. Onlarla döyüşdə olublar. Deyirlər, ey Rəbbim, sənin qullarından qullar vardı ki, onlar dünyada bizimlə bir yerdə idilər. Yəni, onlar görə bilmirlər. Namaz qılırdılar bizimlə zəkat verirdilər, oruç tuturdular, həcc edirdilər, döyüş edirdilər. Onları görmürük. Fəyuqal deyir ki, və o kəslərə deyiləcəkdir ki, Peyğəmbər deyir, o kəslərə deyiləcəkdir ki, gedin cəhənnəmə. Kimi tapsaz onlardan, dediyiniz kəslərdən, oradan çıxardın. فَيَجِدُونَهُمْ قَدْ أَخَذَتْهُمْ عَلَى قَدْرِ أَعْمَالِهِمْ. Yəni onları orada əməllərinin miqdarına görə onlar
Cəhənnəm onları götürmüşdü. Yəni, düşmüşdü onlar yəni cəhənnəmə. Fəminhum mən əxəzəthu ilə qədəmey. Girib baxırlar ki, kimisi vardı ki, ayağına kimidir, qədəminə kimidir, oddadır. Və kimisi var ki, dizinə kimidir, oddadır. Kimisi var, demək, sağ dizlə topuq arasına deyilir. Amma rukbə isə dizidir. Kimisi dizinə kimi oddadır, kimisi sinəsinə kimi oddadır, kimisi boğazına kimi oddadır, kimisi də od üzünü buruyubdur. Od, yəni onu bürüyübdür oluşu. Və onlar onu oddan çıxardacaqlar. Və onlar həyat suyuna atılacaqlar, girəcəklər, daxil olacaqlar. Qilə və mə mə'ul həyə ya nəbiyəllah. Deyilir ki, ey Allahın Rəsulu, həyat suyu nə suyudur? O da deyir ki, cənnət əhlinin qusludur. Qusul cənnət əhlinin qusulu. Yəni o çimdiyi usudur cənnət əhlinin. Fəyənbutuna fiyhə kəmə tənbutu zər'u fi qusə'is seyl. Onlar oradan seylin gətirdiyi o bitki kimi oradan bitirlər. Sel gəldikdən sonra bir müddətdən sonra bitki bitir. O bitki kimi neyirlər? Onlar bitirlər. Sonra peyğəmbərlər şəfaət edirlər. Fi mən kənə yəşhədu ən la iləhə illallah muxlisan, kimlər ki, kəlmə şəhadəti ixlaslı olaraq deyiblər, peyğəmbərlər o kəslərə şəfaətçilik edirlər. Və onları oradan çıxardırlar. Thumma yetecəllallahu bi rahmetihi alə mən fiyhə. Sonra Allah Subhanahu öz rəhməti ilə orada olan kəsləri neyir? Çıxardır. Fəmə yetruku fiyhə abdən fi qalbihi miskalu zərratin minəl iman. Qəlbində zərrə qədər iman olan qul orada tərk olunmayacaqdır. Olunmur. Zərrə qədər iman, bilsən bu nə deməkdir? O, bəzi qardaşlar deyirlər ki, namazı tərk edən kəs kafirdir, böyük küfürlə. Deyirsən, qardaş, biz namaz İslamın rukunlarından, stolpalarından dayaqlarından bir dayaqdırmı, yoxsa zərrə qədər bir əməldir? Stolpa hara, zərrə hara? Yəni, stolpa olmasa yoxdur da o şey, dayaq yoxdur. Sütun. Stolpa rutsadır da, hə, sütunu yoxdur, məsələn. Amma bu zərrə qədər o iman nədir? Hansı əməl? Yoldan əziyyət verən bir şeyi götürmək imanın şöbələrindən ən aşağı olan bir şöbədir. Düzdürmü? Amma o zərrə qədər əməl nədir? O iman nə imandır? Ona görə bu iman məsələsi, yəni çox böyük və ciddi məsələdir. Yəni namazı tərk edən kəsin böyük küfrdən kafir olmamasına da əsas o tövhid əhli olsun. Yəni şirki yoxdur. Bilərəkdən hər hansı bir şirk eləməkdir. Demək, Allah Subhanahu taala qəlbində zərrə qədər imanı olan kəsi nə edəcəkdir? Oradan cəhənnəmdən çıxaracaqdır. Hədis İmam Əhməd Musnədində gəlibdir. Gözlə görülmür. Zərrə gözlə görsənir. Alimlər zərrəni nə deyirlər? Zərrənin aslı məsləhət verəndə deyirlər ki, ən balaca qarışqa. Zərrəni deyirlər ki, ən balaca qarışqa. Bəziləri də deyir ki, günəş işığında görsənən o bəli, molekula, o zərrə odur. Yəni bu ixtilaf edirlər. Yəqin ki, ən səhiy olan ən balaca qarışqa. Yaxşı. Demək, hədis burada qutarır. Şeyx Zeyd Rəhməhullah deyir ki, sırat o deyir bir körpüdür. O deyir, qullar onun üzərindən əməllərinin miqdarına görə ora varid olacaqlar. Onlardan nicat tapan olacaqdır. O da onlara dəyməyəcəkdir. Körpünün üstündən keçəndə. Kimisi bir ildırım kimi oradan keçəcəkdir. Kimisi külək kimi, kimisi göz qırpımında. وَمِنْهُمْ غَيْرُ نَاجٍ. Və onlardan nicat tapmayanlar da olacaqdır. Allah bizi cəhənnəmdən qorusun. Yəni, cəhənnəmə düşən də olacaqdır. Yəni, həmin o kələliyib dediyimiz o qarmaqlar o kəsin edəcəkdir, götürəcəkdir. İlişəcək ona, çəkəcəkdir cəhənnəmə, bəli. Hansı ki, sıratın üzərində. Və cəhənnəmdə o kəslər cəhənnəmdə həlak olacaqlar, etdikləri cərmələrin, günahların miqdarına görə, əməllərinin, asiliklərinin miqdarına görə. Bu deyir, sırat hissidir, yəni var, həqiqidir, yəni mənəvi deyil də, yəni. Əhl-i sünnə və cəmaət buna iman gətirir. Cənnətə yalnız onun üzərindən keçdikdən sonra çatmaq olur. Mümkündür, yəni.
Buna da Allah Taala'nın o sözü dəlildir ki, və in minkum illə variduha sizdən hər bir kəs ora varid olacaqdır. Bu sənin Rəbbin üzərinə qoyduğu vacib olan bir nədir? Allah Taala özü üçün vacib etdi. Bir qəzadır. Cümhur təfsirçilər deyirlər ki, varid olmaq, yəni sıratın üzərindən keçmək deməkdir. Belə açıqlamasını verirlər. İbn Kəsir deyir ki, öz təfsirində, bu ayənin təfsirində وقال الحسن بن عرفة حدثنا مروان بن معاوية عن بكار بن أبي مروان عن خالد بن معدان قال أهل الجنة بعدما دخلوا الجنة falan kes rivayet edir ki, cennet ehlidir, cennete daxil olduqdan sonra deyir, Ələm ya'idna Rabbuna el-vurud alə'n-nar. Rəbbimiz bizə vəd eləməmişdimi ki, cəhənnəmə biz varid olacaq, varid olmalı. Qalə qad marartum aleyhə və hiyə xamidə. Siz onun artıq üzərindən keçdiniz orada olarkən. Yəni budur, bu mənada yəni. Abdurrazzaq an İbn Uyeynə an İsmail ibn Əbi Xalid an Qeys ibn Əbi Hazim qal. Kən Abdullah ibn Ravaha vadi'an ra'sahu fi hicr imraatihi. Abdullah ibn Ravaha öz başını qadının dizinə qoyur. Hicr, yəni bu baldır hissəsinə də uzanır belə, başını qoyur, ağlayır. Qadın, arvadı da ağlayır. Deyir ki, arvadına deyir ki, sən niyə ağlayırsan? Sən ağladan nədir? Deyir ki, gördüm ağlayırsan, mən də ağladım. Deyir ki, mən deyir Allah Taala'nın sözünü xatırladım, ona görə ağladım. Və in minkum illə variduha. Sizdən hər bir kəs ora varid olacaqdır. Bilmirəm, mən oradan xilas olacam yoxsa yox. O xatırlayır. Onlar dərk edirdilər. Onlar Allah Taala'nın ayələrini oxuyurdular, fikirləşə bilirdilər. Ona görə də onları o qəm, qüssə o cəhddən bürüyürdü ki, görən nətər olacaq, aqibətimiz nətər olacaq, bizim sonluğumuz nətər olacaq. Bizlər elə hərəkət edirik ki, sanki cənnətlə qarantimiz var, qolumuzu çəkmişik, cənnətlik. Əslində belə şeylərə biz daha çox diqqət yetirməliyik, çünki biz günahların içində daha çox günahların içindəyik. Yaxşı. Deyir ki, İbn Cərir حدثنا أبو كريب حدثنا ابن يمان عن مالك بن يا مغول يد مغول عن أبي إسحاق كان أبو ميسرة إذا أوى إلى فراشه Əbu Meysərə öz yatağına girdikdə deyirdi, ya leytə ummi ləm təlidni, nə olardı, anam mənə dünyaya gətirməzdi. Öz yatağına gəldi, o söz deyirdi. Thumma yəbki, sonra ağlayardı, fəqilə ləhu, ona deyilərdi ki, mən yubkikə ya Əbu Meysərə. Sən nədə ağladın, Əbu Meysərə? O da deyir ki, bizə xəbər verildi ki, biz ora varid olacaq. Amma bizə deyilmədi ki, biz oradan çıxacaq, yoxsa yox. Varid olacağımı çıxmaq bilmir. O fikirləşir, ağlayır. Subhanallah. Abdullah ibn Mübarək an Hasan el-Basri qal rəculun li əxihi. Bir kişi öz qardaşına deyir ki, həl ətəkə ennəkə varidun ənnar. Sənə gəldimi ki, sən cəhənnəmə varid olacaqsan? O deyir, hə, gəlib. Yəni, ayə sənə gəlib, eşidibsən, deyir, hə. Həl ətəkə ennəkə sadirun anhə. Sənə gəlibdim, sən oradan çıxacaqsan? Deyir, xeyr. Deyir, qalə, fəfimə dəhək. Onda nəyə gülürsən? Yəni, qaranti veribsən, yəni, nəyə gülürsən? Qalə fəmə rüyə dəhikən həttə ləhiqə bilə. Yəni, ondan sonra həmin kəs heç vaxt gülərək üzdü görsənməmişdi. Hətta Rəbbin Allahla görüşənək. O dərəcədə, yəni. Subhanallah. Yəni, bu təfsirdə gəlir, İbn Cəririn təfsirindədir, yəni. Və qalə Abdurrazzaq aydan əxbarən İbn Uyeynə an Amr əxbarəni mən səmiyə ibn Abbas yuxasimu Nafi ibn Azraq. Demək, xəbər verir ki, Amr deyir ki, bir nəfər barəsində ki, İbn Abbasdan eşidir, o Nafi ibn Azraqla spor edir, mübahisə edir. İbn Abbas deyir ki, əl-vurudu əd-duxul, vurud daxil olmaqdır. Fəqalə Nafi deyir ki, lə, fəqara İbn Abbas, deyir, xeyr. İbn Abbas oxuyur, İnnəkum və mə tə'budunə min dunillahi hasabu cəhənnəm, əntum ləhə varidun. Həqiqətən siz Allahdan başqa ibadət etdikləriniz hasabu cəhənnəm, cəhənnəm odunlarıdır, əntum ləhə varidun, siz ora varid olacaqsınız. Ayəni oxuyur, Əl-Ənbiyə surəsi 98-ci ayə. Varadu əmlə, varid olurlar yoxsa yox, ayəni deyir də. Və qal,
يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارِ Və deyir, yenə ayə gətirir, Hud surəsi 98-ci ayədən. Deyir ki, يَقْدُمُ قَوْمَهُ öz qövmünün yanına gəlir qiyamət günü فَأَوْرَدَهُمُ النَّارِ onları cəhənnəmə varid edir. Avradaha əmlə ora varid elədi yoxsa yox, yəni daxil elədi yoxsa yox. Yəni. Əmmə ənə və əntə fəsənədxuluha. Amma mən və sən daxil olacaq. Fənzur həl nəxrucu minhə əmlə. Amma sən və mən daxil olacaq. Bax görələm oradan çıxacaq yoxsa yox. Yəni özümüz barəsində da. Və mə ərə Allahə muxricəkə minhə bitəkzibikə fədahikə nəfi. Deyir ki, İbn Abbas deyir ki, Allah Teala səni yalanladığına görə də, yalan danışdığına görə və mə ərək, bax bilmirəm ki, Allah Teala səni oradan çıxaracaqdır. Səni oradan çıxarmağını bilmirəm. Yəni sən yalan danışdığına görə nəfidə gülür. Çünki İbn Abbas deyir ki, daxil olmaqdır. Nəfə deyir yox. Aralarında münaqişə gedir də bunların barədə. Həmçinin İbn Cərir an Ata qala Əbu Raşid el-Haruri və huwa Nafi' ibn al-Azraq la yesma'un hasisəha. Fəqal İbn Abbas veylək əməcnunun ənt eynə qavlu yəqudumu qavməhu yevməl qiyaməti fəvradəhum ən-nar. Yəni bu demək bu Nafi' kimdir? Nafi' el-Azraq. Mən bilən bu demək Əbu Raşid el-Haruri və huwa Nafi' ibn. Kimdir o? Nafi' ibn Azraqdır. Ayəni gətirir Ənbiya surəsi 102-ci ayədə deyir ki, onun həsisini belə eşitməyəcəklər. İbn Abbas da deyir ki, vay olsun sənə, sən dəlisən deyir. Allah Teala demir ki, öz qövmünün yanına gəlir qiyamət günü və onları cəhənnəmə daxil edir. Nətər yəni? Və nəsuqul mücriminə ilə cəhənnəmə virdə. Mücrimləri, kafirləri yəni, Quranda mücrim sözü kafir deməkdir yəni. Kafirləri deyir, cəhənnəmə biz deyir, varid edəcəyik. Onlar ora daxil olacaqlar yəni. Və in minkum variduha illə variduha. Sizdən hər biri ora daxil olacaqdır. Vallahi, Allah'ın da olsun ki, in kənə dua'u mən mada keçən kəs o kəsin duası ki var, hansı ki keçən duadır, Allahım, ey Allahım, əxricni minənnar səlimən, məni cəhənnəmdən salamat olaraq çıxart, məni cənnətə qanimən sal. Qanimən, yəni sən hər şeydən salamat olur və salamat olaraq cənnətə daxil olmasını Allahdan istəyir. İbn Cərir deyir ki, Muhammed ibn Ubeydil Məharib deyir ki, həddəsənə Əsbat an Abdülməlik an Ubeydillah an Mücahid qal kuntu ində İbn Abbas. İbn Abbasın yanında oldum, Mücahid deyir. Fətəhu rəculun, bir kişi gəlir ona deyir ki, Əbu Raşid və huvə Nafi' ibn Əzraq. Nafi' ibn Əzraqdır. Deyir ki, ləhu, ona deyir ki, ey Abbasın oğlu, Ərayitə qavlallah, Allahın ayəsini gördün mü? Yəni, xudun mu? Yəni, sizdən hər biriniz ora varid olacaqdır. Deyir, əmmə ənə və əntə yə Əbə Raşid fəsənəriduhə. Amma mən və sən, ey Əbə Raşid, ora varid olacaq. Bax, gör, oradan çıxacaq mı, yoxsa yox? Subhanallah. Əxrəcə İbn Cərir. İbn Cərir öz təfsirində bunu demişdi. Thumma nunəccilləzin ət-təqab. Allah tədir ki, sonra təqvalı olanları oradan xilas edəcək. İzə mərrəl xalaiqu kulluhum alənnar. Yaradılmışların hamısı cəhənnəmin üzərindən keçəcəklər. Və ora kafirlərdən, asi olan kəslərdən, asilərin miqdarına görə düşəcəklər ora. Allah Teala müttəqi möminləri əməllərinin miqdarına görə onları xilas edəcəkdir. Fəcəvazuhum aləs-sirat və sur'atihim biqadri amalihim. Dünyada olan əməllərinin miqdarına görə o sıratın üzərindən keçəcəklər. Dünyada hansı əməl edibsən, yaxşı əməllərinə görə o əməllə neynisən, oradan keçəcəksən. Sonra böyük günah sahiblərinə möminlər şəfaətçilik edəcəklər. Və mələklər şəfaətçilik edəcəklər. Peyğəmbərlər şəfaətçilik edəcəklər. Mömin, onlar çox yaradılmışları xalqı, yəni oradan çıxaracaqlar. Təbii ki, bu tövhid əhlinə aiddir də. Hansı ki, cəhənnəm onları yemişdi
Yalnız onların səcdə yerlərindən başqa. Ora o toxunmamışdı. Yəni qəlblərində olan o imanın miqdarına görə onlar oradan çıxacaqlar. Yəni nə qədər imanın çox olacaqsa, o günahlara görə düşmüşsünsə də, o imanın miqdarına görə oradan tez çıxacaqsan. Allahın rəhməti ilə. Birinci qəlbində dinar qədər imanı olan. Dinar nə qədər? Bir olar da yəqin ki. 50 qəpiklik qədər, 20 qəpiklik qədər. Dinar qədər qəlbində imanı olan kəs çıxacaqdır. Sonra ondan sonra gələn qəlbində zərrə qədər iman olan kəs. Ədnə. Demək zərrənin də zərrəsi. Subhanallah. İman qəlbində olan kəs oradan cəhənnəmdən çıxacaqdır. Yəni kim ki, nə vaxtsa bir dənə deyib ki, la ilahe illallah, Muhammedən Rasulullah, bu sözü deyibdir. Nə vaxtsa kimsə bu sözü deyib. Subhanallah. Hətta xeyir əməl etməsə belə. Bir dənə bu sözü deyib. Cəhənnəmdə əbədi olaraq o kəs qalmayacaqdır. Bu sözü deyəcək. Necə ki, səhih hədislərdə, Rasulullah s.ə.vələndən səhih hədislərdə bu şeylər varid olmuşdur. Bunun üçün də Allah təala deyir ki, ثُمَّ نُنَجِّ الَّذ۪ينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ ف۪يهَ جِثِيَّ. Sonra təqvalı olanları oradan xilas edəcək və zalimları, burada kafirlərdən söhbət edir, dizi üstə orada tərk edəcək. Dizi üstə tərk edəcək onlar orada. Dizi üstə qalacaqlar. والفرق التي أنكرت الصراط هي الفرق التي أنكرت جميع السمعيات كالجهمية والمعتزلة. O firqələr ki, sırat körpüsünü inkar ediblər. Onlar bütün Quran sünnədə gələn bu şeylərin hamısını inkar ediblər. Necə ki, cəhmiyyələr kimi, mu'tazilələr kimi. Yəni bu iki həlak olmuş firqə bu yoldan nədir? Haqq yoldan azmışdılar. Düz yoldan azmışdılar. Hansı ki Allah Teala əhl-i sünnə və cəmaatı bütün zamanda, bütün məkanda o yola hidayət etmişdi. Allah Teala'dan istəyirəm ki, bizlərə faydalan qullarla eləsin bizləri. Bu Allah Teala xəbər verdi. Rasulullah sallallahu əleyhi və səlləm xəbər verdi. Hər bir şeyə yəqinliklə iman gətirib və onun da üzərində əcəlimiz çatanda dünyasında yaşayan qullarla etsin.